Siz inanırsınız pis gözlərə, nəzərə, belə şeylərə inanırsınız? Görün, mən sizə indi nə göstərəcəm. Mən sadəcə şokdayım. Baxın, səhər açılır və mən gedirəm səhər yeməyi hazırlamağa. Tava götürmək istəyirəm və görün nə ilə rastlaşdım. Buna baxın. Necə ola bilər? Şkafın içində durur. Heç nə üstünə düşmədi. Baxın, bu vəziyyətdə mən səhər bununla qarşılaşdım. Görürsüz? Bu hamısı pis gözlərdir, nəzərdir. Dəhşət. Hərə bir cür yaşayır da, hər insanın öz getdiyi yolu var. Nəyə görə gözləyir? Elə də imkanlı da deyilik, gedeyim, gündə restoranlardayıq, ya nə bilim, yığıncaqlardayıq hər gün, elə deyil. Adi bir ailə kimi evin işləri ilə məşğuluq, ailəni yola salıram, qarşılayıram və nədir ki bu? Dəhşət, mən sadəcə şokdayım. Ona görə mütləq bugün üzərik yandıracağım. Bu öz-özünə necə belə partlaya bilər ki? Necə? Gecə yatanda bir də eşitdim, nəsə belə səs gəldi və sonra düşündüm ki, bəlkə uşaqlar nəsə üst-üstə yığıblar orada və o düşüb də, əyri qoyublar, o düşdü. Elə də yatdım, səhər dururam, gedirəm ailəmə səhər yeməyi hazırlamağa və bununla rastlaşıram. Necə də çat olub, buna baxın, xırda-xırda. Dəhşət, mən sadəcə şokdayım. Belə, tək belə şeylərdən göz çıxsın, belə şeylər qırılsın, amma yenə də nəyə görə cəmaət bir-birinə paxıllıq eləyir. Yenə də deyirəm, hərə bir cür yaşayır da. Hər bir günümüzə şükür eləməliyik. Dəhşət, mən sadəcə şokdayım. Вот сколько осталось. Mərci supu hazırlayıram. Deməli, burada soğandı, kartoşka, pomidoru, hansı ki yayda özüm bağlamışdım sizinlə birlikdə. O pomidordur və mərci. Mərcini nə qədər yuyursan, nə qədər zirzibil çıxır, o suda, yəni çirkli su çıxır. Nə qədər yuysan, yaxalasan da, yenə də su çirklidir. Bilmirəm niyə belədir. Axırı təmizlədim onu, atdım bura. Biraz qoy belə pişsin, sonra əlavə bulyon eləyəcəm. Məndə hazır ətlə olan bulyon var. Ətin sümüklərini daha doğrusu pişirmişdim və bulyonu belə saxlayıram qablara. Sonra sup zat hazırlayanda adi suda yox, belə ətli bulyonda sup olanda daha dadlı olur. İndi bunu da bura əlavə eləyəcəm. Bunun altı deməli şey deyil. Elə bilərsiniz ki, o şeydir, zirzibildir. O deyil, o xırda-xırda ətlərdir, ora atmışam. İndi qoyub bu biraz burada qarışsın hamısı bir-birinə.
Sonra bulyonu əlavə eləyəcəm. Все, qoy yavaş-yavaş pişsin. Burada isə süd almışam. Südü bişirirəm. Bişirəndən sonra soyuyacaq. Sonra balaca butulkalara tökəcəm. Yarım litrlik belə butulkalarım var. Ora tökəcəm, qoyacam buzluğa və biraz saxlayacam. Uşaqlara kaş eləyəcəm ya blinçik bilmirəm. Amma bugün yox, əlbəttə ki, sabah. Bir stəkan mütləq özüm buradan içəcəm. Çünki südü çox xoşlayıram. Bir stəkan özüm içəcəm. Qalanı isə uşaqlar içsələr onlara da verəcəm. İçməsələr tökəcəm butulkalara və buzluğa. Belə nəysə qoy bu biraz burada qızarsın. Sonra o bulyonları bura əlavə eləyəcəm. Mərci bu məndə уже hazırdır. Duz tökdüm və göyərti əlavə elədim. Qoy biraz dincəlsin. Sonra yavaş-yavaş oturub yeməyimizi yeyəcəyik. Süd də artıq qaynadı. Belə butulkalara tökmüşəm. Mənə belə daha rahatdır. Butulkalara tökürəm. Qoy biraz soyusun. Sonra bəzilərini buzluğa qoyacağam. Bəzilərini isə soyuducuya qoyacağam. Soyuducuya qoyduğum südü, deməli, kaşı hazırlayacağam və uşaqlara blinçik eləyəcəm. Uşaqlara deyəndə ki, yəni özümüzə də hamımıza blinçik hazırlayacağam. Belə. Qalanı isə qoyacağam buzluğa. Bu ikisini saxlayacağam. Birini kaşa, birini isə blinçik. Bu üçü isə gedəcək buzluğa. Buzluqda məndə süd olanda mənim üçün daha rahat olur. Misal üçün elə olur ki, nəsə birdən südlə olan hazırlamaq istəyirəm, amma evdə süd olmur. Tükana getməyə afot yoxdur, çünki bizim evimizdən tükan uzaqdır. Ona görə evdə hazır olanda daha rahat olur. Belə, bu indi qoy soyusun, hələ ki istidir, soyusun. Sonra qoyacağam buzluğa. Qapaqları da hazır qoydum ki, soyuyan kimi həmən dəqiqə qoyum.
Başa düşdünüz də, bizdə dərs gedir. Bəli, Ceyran xanım bizdə dərs gedir. Ceyran riyaziyyat yazır, Murad rus dili yazır. Mən isə Rисование dərsidir. şəkil çəkirəm. Sizcə mən kimi çəkmişəm? Sherlock Holmes. Ceyran imkan vermədi ki, qızlar tapsınlar və komment yazsınlar. Sırrazu dedim. Mən Sherlock Holmes çəkmişəm. Murada deməli Azərbaycan dilində dedilər ki, Sherlock Holmes haqqında yazmalısan. Deməli burada dedi balaca bir şəkil çəkirsən və üstündə onun haqqında yazmalısan. Murad dərsini yazdığına görə mən tez çəkdim. Murad isə suallara cavab yazacaq. Ver Murad. Budur Azərbaycan dili kitabı. Göstərim. Hanı o dərs? Budur. Deməli, sinif 3 hissəyə bölünmüşdü. Kimsə Sherlock Holmes haqqında yazırdı, kimsə Robinson Crusoe, kimsə Don Quixote-da yazmışdı. Yazır daha doğrusu. Belə, bizə Sherlock Holmes düşdü. Əslində heç bu film heç xoşlanmırdım. Balaca olan vaxtı yadımdadır ki, valideynlərim baxırdı da, bu Sherlock Holmes'dur. Valideynlərim baxırdı, biz isə heç sevmirdik bu kinonu. Düşünürdük ki, ay Allah, bu kino nə vaxt bitəcək ki, biz də hamımız oturaq bir şeyə baxaq. Çünki o vaxtları bilirsiniz də, nə telefon var idi, nə bir şey. YouTube da yox idi. Proqram nə verirdisə, məcbur oturub ona baxırdıq və sevinə-sevinə oturub baxırdıq. Amma bu kinonu heç vaxt sevməmişdim. Robinson Crusoe Murada düşsəydi, sevinə-sevinə həm onu qəşəng çəkərdim, həm də ki, onun haqqında yaza bilərdik. Çünki bu kinonu biz o qədər baxmışıq, bəlkə də yadınızdadır. O vaxtlara retro var idi. Həftə sonu retro verirdilər və tez-tez Robinson Crusoe kino gedirdi. Sevirdik də, biz bu kinonu dəhşət çox xoşlayırdıq. Əzbər bilirdik. Da, əzbər bilirdik biz bu kino haqqında. Amma bizə Sherlock Holmes düşdü. İndi məcbur Muradla birlikdə bu kinoya tez-tez baxmalıyıq ki, suallara cavab verə bilək. Yoxsa ki, heç bilmirəm. Bilirəm ki, detektivdir da. Detektiv filmləri heç sevmirəm, xoşlamıram. Sherlock Holmes, yox, Sherlock Holmes, hə. Sherlock Holmes Lupa ilə gəzir. Axtarır. Axtarır. Vəsə, mən bağlayıram kameranı, çünki hamı danışmağa başlayır. Dərsimizi yazaq, davam eləyək. Mən həmişəki kimi mətbəxdə yemək hazırlayıram. Uşaqlara belə nuggets hazırlayıram. Burada nuggetsdir, qarnira isə püre olacaq bizdə. Kartuşka pişir və nuggets da buradan qızarır. Belə. Bugünkü yeməyimiz. Siz isə mütləq rəylərdə yazın. Bugün siz nələr pişirmişsiniz? Bir ideya olacaq. Sabah düşünməyim, nə hazırlayayım. Oxuyacağım rəylərdə və bəlkə onlardan birini seçib özüm də pişirəcəm. Və mənim qaz plitəmə baxın. Bütün yağdır qaz plitəm. İndi ailəmi yetişdireyim. Mətbəxi səliqəyə salıb, sonra isə mütləq qaz peçini təmizləyim. Çünki çox pis gündədir. Hamam tualeti səliqəyə salıram. Tualeti artıq təmizlədim. Qaldı hamam. Nə ilə təmizləyirəm? Unitazı domestosla, rakvinanı isə siflə təmizləyirəm. Bəzi insanların xoşuna gəlmir hamam tualeti təmizləyəndə göstərməyə, amma bu bir motivasiyadır ki, siz unutmayasınız. Bu otaqları mütləq hər gün təmizləmək lazımdır. Çünki burada təmiz olmalıdır. Gigiyena. Bir də bura gələndə, hamam tualetə girəndə və rakvinanın üstündə o suyun damcıları görəndə, bəzi damcılar artıq quruyur, çox pis iz saxlayır da. Görünüşü çox pisdir, adama da heç xoş deyil. Ona görə bunlarla rastlaşmamaq üçün hər gün buranı təmizləmək lazımdır. Məndə arada elə olur ki, buranı 2 dəfə təmizləyirəm. Amma arada elə olur ki, bir dəfə bəs eləyir. Belə. Oldu təmiz. İndi bir dənə qurudacağım. Hamamdan çıxmaq olar. Əslində bugün
istəmirdim buranı səliqəyə salmağı. Onsuz da birazdan uşaqlar hamama girəcəklər, çiməcəklər, təzədən bura hər yer su olacaq. Amma dözə bilmədim. Dedim, onlar nə vaxt hamama girəcəklər 1-2 saatdan sonra. Mən də buraya girəndə görünüşü pis olanda sevmirəm. Dedim, eyb yox. Axşam yenə silərəm buranı. Уже Sevgırtda dibində az qalıb. Jidki sabun almaq lazımdır. Bizim uşaqlar gah jidki sabunla əlini yuyurlar, gah belə sabunla. Sevgırtda artıq уже bitib. Başqa nə salmaq lazımdır? Biraz ucuz variantda olan sabun. Mən hələ də şey almamışdım. Belə salfetka yapışdırmaq üçün. Çünki bilmirəm hara yapışdırım. Bizdə bura balaca yerdir də, ona görə bilmirəm bunu mən hara yapışdırım. Ona görə hələlik belə bura qoyuram. Amma almaq lazımdır. Bu yaxşı deyil belə hər dəfə. Həm görünüşü də pisdir. Həm də ki, nə bilim, belə xoşlamıram. Görüm 1 manatlıq dükanda ya da ki Evim Store ən xoşuma gəlir o dükan. Evim Store, orada hər bir şey ev üçün var. Orada gedib baxaram. Все, oldu təmiz. Buradan çıxıram, amma düzdür, bu müvəqqətidir. Bayaq dediyim kimi uşaqlar girib hamamda çiməcəklər və təzədən bura yenə pis günə düşəcək. Və bugün nə ilə təmizləmişdim? Domestosla və siflə. Bundan rakvıyla təmizlədim. Domestos isə unitazın içini tökmüşdüm. Все, oldu tərtəmiz. Buradan artıq çıxmaq olar. Oy, əlim yaşda tutmaq olmur. Baxın fonda burada kim var? Ceyrançıq xanım. Mən nəyə görə qoşuldum? Televizorun qabağında niyə durmuşam? Çünki sizinlə hansı blogerlərə baxıram, bölüşmək istəyirəm. Bu dəqiqə rus dilindəki olan kanal üçün çəkmişdim və dedim ki, bəlkə sizə də maraqlı olacaq. Mən hansı blogerlərə baxıram, sizinlə bölüşüm. Siz də rəylərdə mütləq yazın, siz hansı blogerlərə baxırsınız. Və əgər biz ikimiz bir blogerə baxırıqsa, onu da qeyd eləyin ki, misal üçün biz bir yerdə hansısa bir blogerə baxırıq. Kimə baxıram? Вот так и живем. Bu Rugiya xanımdır. Bunun Azərbaycan dilində olan kanalı da var. Amma orada videolar gec-gec çıxır deyə, həm də ki təkrar videolar olduğuna görə mən rus dilində olan videolara baxıram. Bu isə mən özüməm. Bu mənim rus dilində olan kanalımdır. Mama Ekonom. Bəzi qızlar soruşurlar rus dilində olan kanal necə yazılır? Baxın belə. Göstərim sizə buradan. Sonra Mama Boom. Bu mənim o birisi indiki kanaldır, hansı ki siz baxırsınız. Bir dənə Ukraynalı bloger var, Natali adında bir xanımdır, nənədir daha doğrusu. Bilmirəm, mənimlə onun heç bir əlaqəm yoxdur. Yəni bilirsiniz necə, insan hansı blogerə baxanda o onun içində özünü tapır da və ona görə ona baxır. Mən onun içində özümü görmürəm də, heç mənə aidiyyatı da yoxdur. Sadəcə olaraq nəsə bunda var, maqnit kimi məni dartır və mən ona baxıram. İllər bundan qabaq, hardasa bir 3-4 il bundan qabaq mən ona baxırdım. Sonra nədənsə bezdim ondan, abunədən çıxdım və indi nədənsə birdən yadıma düşdü. Dedim görüm necədir o görəsən və təzədən abunə oldum və onun videolarına baxmağa davam edirəm. Məndə arada belə olur. Bir blogerdən bezirəm, abunədən çıxıram, baxmıram. Sonra üstündən xeyli illər keçir, yadıma düşür və təzədən qoşuluram, baxıram ki, necədir bunun vəziyyəti. Belə. Bu xanım da rus blogerdir, Soçidə yaşayır. Bununla da heç bir əlaqəm yoxdur. Yəni ki, heç özümü onun içində görmürəm. Tamam, başqa-başqa insanlarıq biz, amma nədənsə mən buna baxıram. Baxıram həm. Bilmirəm niyə. Nəsə mən onun içində tapmışam ki, mənə maraqlıdır. Hər dəfə gözləyirəm ki, nə vaxt təzə video çıxacaq. Sonra bu qıza da baxıram. Bu qız Azərbaycanda, Bakıda yaşayır. Bəlkə də tanıyırsınız. Kamisemi adlanır bunun kanalı. Bu qıza baxıram. Çox maraqlıdır. Balaca bir qızı var. Adı Aylinçikdir. Evdə nə iş görür? Təmizlik işi, sonra yemək, zat, belə şeylər göstərir. Mən də ona baxıram. Mənə maraqlıdır. Bu isə Ləman Ağayeva. Bu mənim qonşumdur.
Deməli, bir neçə il bundan qabaq, hələ ki biz bura köçməmişdən qabaq, mənim baldızım bu kanalı atmışdı mənə. Dedi ki, bax, görün necə maraqlı kanaldır, bəlkə xoşuna gələr, abunə olarsan, baxarsan. O vaxtları isə mən Azərbaycanlı blogerə heç baxmamışdım, nə yalan deyim də, heç kimə baxmırdım. Və o mənə bu qızı atanda dedim, mən Azərbaycan dilindəki qızlara, blogerlərə baxmıram axı, bunu mənə niyə atmısan? Sadəcə dedi ki, sən bir dənə bax, onlar da köçürlər, bəlkə sənə maraqlı olar da. Mən də oturdum, baxdım. Elə bir video baxdım ki, onlar həmən vaxtı köçürdülər. Qaynana ilə bir yerdə yaşayırdı. Sonra isə köçdü, öz evinə də ev almışdılar və öz evinə köçürdü. Və öz təzə evini göstərirdi və gördüm ki, nəsə belə bu yollar tanış gəlir də mənə, maraqlı oldu. Dedim, görüm bu hansı tərəfdə yaşayır görəsən. Bir də görürəm ki, bu bizim qonşumuzdur. Və çox maraqlı oldu mənə, ona görə ona abunə oldum və başladım onun Başladım onun vloqlarına baxmağa. Çox maraqlı idi. Görüm qonşum nə iş görür, nələr pişirib, hara gedib qonşum. Belə bu qıza baxıram. Sonra biz onunla başladıq telefonla danışmağa, WhatsApp-da yazışırıq, danışırıq. O mənə çox kömək eləmişdi. Mən də rus dilində olan kanalda biraz problem yaşamışdım və Ləmana yazmışdım. Sağ olsun, mənə atkaz eləmədi və mənə kömək elədi. Belə çox yaxşı qızdır. Onun vloqlarına səbirsizliklə gözləyirəm. O da tənbəl qızdır. Vloqları biraz gec-gec buraxır. Arada ona yazıram ki, biraz tez-tez videolarla paylaş. Belə. Sonra bu Uyutnoy Baku, bu da Azərbaycanda yaşayır. Dükanlara gedir, nə bilim onların qiymətlərinə zat belə şeylər paylaşır. Arada ona da baxıram. Aziza Micidova. Buna da təzəlikcə qoşuldum. Kimsə atmışdı, bacım deyəsə atmışdı. Bu qızda da nəsə var idi. Dedi ki, bax, gör o necə elədi. Nəsə belə bir şey, yadımda deyil nə. Baxdım, maraqlı qızdır və qoşuldum. Arada bunun videolarına da baxıram. Və Ayka Emili, Ayka 14. Yəqin ki, bunu hamı baxır da. Bu, deməli, onun rus dilində olan kanal var. Əvvəl ona baxırdım. Sonra Azərbaycan dilində olan kanalı açandan sonra o rus dilində olan kanaldan abunədən çıxdım və başladım buna baxmağa. Çünki bu kanalda daha aktivdir, daha maraqlı çəkir. Ona görə Aykaya da baxıram. Belə. Bu da mənim baxdığım blogerlərdir. Yəqin ki, sizə maraqlı oldu. Bilmirəm niyə çəkdim bunu. Rus dilində olan kanalda xanımlar yazmışdı. Dedilər ki, paylaşım. Ona görə dedim, bəlkə sizə də maraqlı olacaq. Ona görə sizinlə də paylaşdım. Baxın, bu qızlara mən baxıram. Amma axırı vaxtları baxmıram. Gec-gec baxıram. Çünki türk seriallara başladım baxmağa. İş görürəm mətbəxdə və xoşlayıram ki, o kimsə nəsə danışsın da, orada bir kino geçsin, serial geçsin. Və indi sezon olduğuna görə xeyli təzə türk kinolar var və oturub onlara baxıram. Oturub baxmıram, yəni fonda qoyuram. Onlar nəsə orada səs gedir, mən də öz işimi görürəm. Ona görə bu seriallara görə öz qızlarıma vaxtında baxa bilmirəm. Amma arada boşluq olanda onda otururam və bir-bir qızlarıma baxıram. Belə. Mən paylaşdım. Əgər biz sizinlə, yəni mən sizinlə birlikdə hansısa bir blogerə eyni baxırıqsa, onda mütləq rəylərdə yazın, mənə də maraqlı olacaq. Siz hansı blogerlərə baxırsınız?